gömrük orqanlarına təqdim edilən sənəddə pozmalar, qaralamalar, təsdiq edilməmiş düzəlişlər mövcud olduqda və ya imzalar yaxud möhürlər olmadıqda məişət sertifikatı tanınmır. Bundan əlavə, sertifikatdakı möhürlərin və ya şəxslərin imzalarının əksi, sertifikatı təsdiq etmək və ya vermək səlahiyyətinə malik orqanların ünvanları gömrük orqanlarında olan məlumatlarla uyğun olmadıqda, sertifikatdakı məlumatlar bəyan edilənlərə uyğun olmadıqda və ya malın eyniləşdirilməsinə həyata keçirməyə imkan vermədikdə, sertifikatın blankı gömrük orqanlarında olan blank nümunələri ilə uyğun gəlmədikdə, sertifikatda sertifikatı təqdim etmə səlahiyyətinə malik olan şəxslərin imzaları faksimil formada yerinə yetirildikdə, sorğulanan sertifikatın həqiqiliyi barədə gömrük orqanlarına ixrac ölkəsinin və ya malların mənşə ölkəsinin səlahiyyətli orqanlarından 6 ay müddətində ilkin sorğu tarixindən etibarən 3 ay və ya təkrar sorğu tarixindən etibarən 3 ay cavab gəlmədikdə mənşə sertifikatı tanınmır.